ailə daxili zorakılıqdır. Ailə daxili zorakılıq bizim cəmiyyətdə daha çoxdur. Burada psixoloji təzyiq var. Bir kişinin qadına, qadının kişiyə bəzi sözlərlə ona təzyiq göstərir ki, yəni özünə təslim etdirsin və yaxud öz sözünü yeritsin. Burada ego sözünü deyir. Bir də fiziki zorakılıq var. Görürsən ki, kişi qadına sözünü çatdıra bilmir, vurur, əl gücündən istifadə edir. Hətta bəzən bıçaq çəkir üstünə. Adam dəhşətə gəlir bu. Son zamanlar bunun seansında şahid olmuşam ki, bir yoldaşım mənim üstünə bıçaq çəkdi. Ki, məni hədələdi. Bax, səni vuracaqam. Bu da qorxur ki, bunu yaşasam, mənə bir gün vurub öldürəcək. Gedir, boşanır rahat şəkildə. Bu, yaxınlarda mən şahid olmuşam. Bir yoldaşım məni həm vurur, xırda söhbət üstündə. Yəni, məsələn, xırda birə mənə cavab qaytardı, yaxud mənim dediyimi eləmədi, başlayır vurmağa. Ya anamın yola getmədi, anası bunu nəsə dedi, başladı bunu vurmağa, yoldaşını vurur, döyür, incidir. Yəni, bu hallar görsən, gətirir boşanmaya çıxardır. Bəzən haqlı səbəbdən olur ki, boşanır. Çünki qalsa bu ailədə yaşasa, axırı bunun faciə olacaq.